Gəlin belə bir ədəbiyyat sualına baxaq. Dərzi şagirdi Əhməd nağılındandır. Deyir ki, Şah Abbas dərviş paltarı geyinib vəziri ilə şəhərə çıxır. Bunun səbəbi nədir? Kitabda da verilib ki, səbəbi onlar şəhərdə nələrin baş verdiyini öyrənmək istəyirdilər. Ona görə 2 doğrudur. Və gedib, yəni nə ilə qarşılaşırlar? Nəticədə nə olur? Nəticədə dərzinin qonağı olurlar və təsadüfən orada Əhmədin bir yuxu gördüyünü öyrənirlər və yuxunu aydınlaşdırmağa çalışırlar. Elə onunla da hadisələr davam eləyir. Ona görə cavab olacaq 2, 4, bir də 5 olacaq E variantı. Sizə güvən sınaq 15-dən. Bəli, ad əki belə bütöv götürsəm, olacaq əmir şəkli. Yox, əgər... A ayrı, Q ayrı, arzu. Bəli, A ayrı, Q ayrı olanda olacaq arzu.